Azərbaycan Prezidenti İlham Əliyev mayın 6-sında İslam İnkişaf Bankı qrupunun sədri Məhəmməd Əlcəsirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Söhbət zamanı dövlət başçısının Məhəmməd Əlcəsir ilə görüşləri məmnunluqla xatırlandı. Onun ölkəmizə səfərlərinin tərəfdaşlığın genişləndirilməsi işinə töhfə verdiyi bildirildi. Azərbaycanla İslam İnkişaf Bankı arasında uzun illərdir səmərəli əməkdaşlığın qurulduğu vurğulandı. Bankın Azərbaycanda iqtisadiyyatın müxtəlif istiqamətlərində, həmçinin enerji, o cümlədən yaşıl enerji, kənd təsərrüfatı, su və irriqasiya sistemləri, infrastruktur və sosial sahələrdə bir sıra layihələr həyata keçirdiyi qeyd edildi. Bu xüsusda vurğulandı ki, 20-yə yaxın dövlət və özəl layihənin icrası üçün bank tərəfindən 1,2 milyard dollardan çox vəsait ayrılıb. Görüşdə bankın bu ilin iyununda Bakıda keçiriləcək illik toplantılarına hazırlıq məsələləri müzakirə olundu. Qonaq Ələt Azad İqtisadi Zonası ilə tanış olacağını, həmçinin Qarabağa səfər edəcəyini bildirdi. Söhbət zamanı Azərbaycanla bank arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.